yoxsa bədbəxt hadisə? Sabirabadda itkin düşən ata ilə 5 yaşlı oğlunun meyidi evinin yaxınlığında tapıldı. Bunun əvəzində mən özüm olsaydım bəlkə də o bundan rahatsız olardı. Saatlıda ölülərdən qisas alanların insanlığa sığmayan vəhşiliyi. Adam diri ilə ədavət eləyir, ölüdən ədavət eləmək olmaz. Nə günahı var idi bunların ki belə? İsti izlər, izimizi itirməyin. Gecəniz xeyir. Hər həftə ölkə arasında baş verən kriminal hadisələr və onları törədənlərə qarşı görülən qanuni tədbirləri sizlərə təqdim edən İsti izlər yenidən qarşınızdadır. Qarşıdakı yarım saat ərzində bizdən ayrılmayın. Çox maraqlı reportajlarımız var. Buraxılışımızın ilk xəbəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə idarəsinin elə bu istiqamətdə keçirdiyi tədbirlə bağlıdır. Daha sonra isə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı bir neçə süjet təqdim olunacaq. İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşları Azərbaycanlı qadınları Türkiyə Respublikasına apararaq cinsi istismara məruz qoyan şəxsi yaxalayıb. İmişli rayonunda anadan olan 52 yaşlı Yaqufə Mərdanova qadınları işə düzəltmək adı ilə Türkiyənin Koçəli şəhərinə aparıb. Yolda onların sənədlərini əllərindən alan Yaqufə Mərdanova Koçəli şəhərində qadın alveri ilə məşğul olan Əminə adlı qadını təhvil verib. İnsan alverinin qurbanları bir müddət cinsi istismara məruz qalıb. Qurbanlar istintaqa ifadələrində müxtəlif işgəncələrə məruz qaldıqlarını, hətta normal qidalanmadıqlarını bildiriblər. Cinsi istismar müqabilində əldə olunan pullar isə Yaqufə ilə Əminə arasında bölünüb. Getdik, pasportdan aldıq, pasport bilet aldıq, getdik, düşdük Qəbzədə. Qəbzədə də gəldi, bizi götürdülər. Getdik qapıya. Araşdırma nəticəsində daha sonra məlum olub ki, saxlanılan şəxs əvvəllər də Türkiyədəki tanışları ilə əlbir olaraq Azərbaycanlı qadınları həmin məkana aparıb və cinsi istismara məruz qoyub. Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam edir. Daxili İşlər Nazirliyinin baş mütəşəkkil cinayətkarlıq mübarizə idarəsi əməkdaşları 11 kiloqram həşri qanunsuz dövriyyədən çıxardı. Zaqatala rayonunda həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz əldə edilib saxlanılması və satışında təqsirli bilinən Muğanlı kənd sakini 49 yaşlı Əli Məmməd Əliyev isə yaxalanıb. Saxlanılan şəxsdən telefon torbada ümumi çəkisi 11 kiloqram olan həşr götürülüb. Əli Məmməd Əliyev bildirib ki, narkotik maddəni bir müddət əvvəl tanış olduğu Cəlilabad rayon sakinindən satma məqsədilə alıb. Daha sonra isə həşri satmaq üçün müştəri axtarıb. Əli Məmməd Əliyev narkotik maddə üçün alıcı tapıb və 60 min Amerika dollarını satmağa razılaşıb. O, həşri satarkən cinayət başındaca yaxalanıb. Satmaq məqsədlə, gətirib mənə saç alıb, mənə verilə saxlamaq məqsədlə. Onu saçla danışmışdı. Ümumi çəkisi nə qədərdir həşr? 11 kilo. 11 kilo almışsınız. Elə verilmiş. Ümumi neçəyə satırdınız? 50 minə. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs əvvəllər də narkotik maddələrin qanunsuz əldə edilib saxlanılması və satışında təqsirli bilinərək məhkum olunub. O, 1995-ci ildə Gürcüstan Respublikasına qaçaqmaçılıq yolu ilə narkotik maddə keçirib satdığı üçün tutulub və 7 il həbsdə olub. Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini və Əli Məmməd Əliyevin digər cinayət əlaqələrini araşdırır. Yasamal rayonunda saxta pul kəsən dəstə üzvləri ələ keçib. Rayon polis idarəsinə bir qrup narkotik maddə istifadəçiləri olan şəxslərin Azərbaycan əskinasını saxta yolla kəsərək dövrəyə çıxarmaları barədə əməliyyat məlumatı daxil olub. Dərhal əməliyyat qrupu yaradılaraq cinayət törətməkdə şübhəli bilinən şəxslərin mənzilinə baxış keçirilib. Bu zaman mənzil sahibi Səkinə Əliyeva, onun yaxın tanışları Yusif Həsənov və Nizami Mahmudov saxlanılaraq istintaqa cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər əvvəlcədən əlbir olaraq Səkinə Əliyevanın mənzilində saxta pul əskinaslarını çap edərək paytaxtın müxtəlif ərazilərində həmin pulları dövrəyə buraxıblar. Bu zaman dəstə üzvləri daha çox 5-10 manatlıq əskinaslar çap ediblər. Hətta onlar saxta əskinaslarla dəfələrlə şəxsi istifadələri üçün narkotik maddələr də əldə ediblər. Raminin evində çap eləyirdi, sonra 3-4 gün bundan qabaq mənim evimdə çap eləyirdi onu. Böyüyağa adlı şəxsdən götürürdü, alırdı və bir neçə oğlanlara alırdı. Çıxardırdım müzabaşı 50-60 manat, malın pulunu düzəlşdirirdim, yəni mağazinə vermişəm, beləncə malın pulunu düzəlşdirim, mal götürmüşəm. Baxın müəllimə məndən gizlin, başlayıb çıxartmağa. Çıxardıb, gedib marşrutları verib, marşrutda tutublar onu 65 nömrə marşrutda. Mağazinləri verib, tutulub, axırın səfər öz məhəllələrində qız tutturub.
Saxlanılan şəxs Nizami Məhmudovu isə dəstə üzvlərinə bağlayan səbəb onun dəfələrlə həmin şəxslərdən narkotik vasitə alması olub. Gəldim narkotik istifadə eləməyə. Narkotik istifadə elədim. Sonra qapıda öldü, polis əməkdaşlara gəldi. Polis əməkdaşlara gəldim. Evə baxış apardılar, elədilər. Evdən saxta pul çıxdı. Qeyd edək ki, saxlanılan Səkinə Əliyevanın evinə baxış keçirilən zaman oradan saxta əskinaslar və onları çap etmək üçün istifadə olunan aparat maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Yasamal rayon polis idarəsinin əməkdaşları küllü miqdarda narkotik vasitənin qanunsuz dövrəyə daxil olmasının qarşısını alıb. İdarənin narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində paytaxt sakini İlqar Quliyev Yasamal rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq idarəyə gətirilib. Onun üzərində baxış keçirilərkən əynində olan gödək keçinin iç cibindən xaliç çəkisi 10,14 qram narkotik vasitə, yəni küllü miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdü. Saxlanılan İlqar Quliyev isə aşkarlanan narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib. Tapdığım yerdən özüm istifadə etmək istəyirdim. Üstümdə idim, polislə yaxalıb tutdular, üstümdən çıxdı. Qeyd edək ki, İlqar Quliyev əvvəllər də narkotik vasitənin istifadəsinə görə məhkum edilib. Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir. Gəncədə polis əməkdaşları 3 nəfərdən küllü miqdarda narkotik vasitə aşkarlaraq götürüb. Onlardan birindən 4 kiloqramdan çox marixuana, 2 nəfərdən isə 5 qramdan artıq heroin götürülüb. Gəncə polisinin keçirdiyi digər əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Gəncə şəhər sakini Elmir Əliyev saxlanılarkən onun üzərindən 10 kiloqrama yaxın marixuana aşkar edilib. Faktla bağlı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni küllü miqdarda narkotik vasitənin satış məqsədi ilə əldə etmə faktı üzrə cinayət işi başlanmış. Elmir Əliyev barəsində Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Saxlanılan Elmir Əliyevin yaşadığı evə baxış keçirilən zaman isə oradan 4 kiloqram 215 qram marixuana aşkar edilib. Elmir Əliyev əvvəllər narkotik maddə istifadəçisi kimi məhkum olunub. Hazırda saxlanılan şəxsin marixuananı haradan əldə etdiyi ilə bağlı araşdırma aparılır. Gəncə şəhərində satış məqsədi ilə üzərində küllü miqdarda narkotik maddə aşkar olunan şəxs saxlanılıb. Belə ki, Şəmkir rayon sakini 24 yaşlı Arzuman Qurbanov Şəmkirdən Gəncə şəhərinə kibrit qutusunda çəkisi 6 kiloqram 41 qram, torbada isə 6 kiloqram 21 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz yolla apararkən polis əməkdaşları tərəfindən yaxalanıb. fevral 2013-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları tərəfindən yaxalanmış, istintaq zamanı təqsirləndirilən şəxs Qurbanov Arzuman Nurəddin oğlu barəsində Nizami rayon məhkəməsinin qərarı ilə 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, saxlanılan Arzuman Qurbanov əvvəllər də eyni əmələ görə həbsdə olub. Yasamal rayonunda silahlı şəxs saxlanılıb. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Yasamal rayon polis idarəsi əməkdaşları tərəfindən Cabbarov küçəsi 11 saylı evin qarşısında 33 yaşlı Vadim Mirinov şübhəli şəxs kimi saxlanılaraq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd TT markalı tapanca və 4 ədəd patron aşkarlanaraq götürülüb. Hal-hazırda cinayət işi istintaqı davam etdirilir. Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Miqumov Vadim Alekseyeviç şübhəli şəxsinə tutulub saxlanılmışdır. Miqumov Vadim Alekseyeviç əvvəllər odlu silah gəzdirdiyinə görə məhkum olunub. 2013-cü ilin fevral ayında azad edilib. İstifadə eləməmişəm. Biraz tapdım, saxladım özümdə. Harada tapmış? Zabratda. Zibinin yanında tapmışam. Zibində sən nə? Keçmişdim də, gördüm dəmir gözümə şey salır, dəmir.
Qeyd edək ki, Vadim Mirnov 2013-cü ilin fevral ayının 3-də azadlığa buraxılıb. Əvvəllər Yasamal rayon Mərdanov qardaşları küçəsi ev 73, mənzil 20-də yaşasa da, hazırda o tüfeyli həyat keçirərək parklarda və müxtəlif binaların zirzəmilərində gecələyir. Keçmiş məhbusun silahı hardan və hansı məqsədlə əldə etməsi istintaqın gedişində məlum olacaq. Hazırda sözü gedən silahın hər hansı bir cinayətdə istifadə edilib edilmədiyi araşdırılır. Faktla bağlı cinayət iş açılıb, araşdırmalar davam edir. Gəncə şəhərində üzərində qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb. Bu Gəncə şəhər sakini 22 yaşlı Elzan Əliyevdir. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd naqan tipli tapanca və 6 ədəd patron aşkar olunaraq götürülüb. 16 fevral 2013-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində 1 ədəd naqan tipli tapanca və həmin tapancaya məxsus olan 6 ədəd döyüş sursatı hesab edilən patronları gəzdirməkdə şübhəli bilinən Gəncə şəhər sakini Əliyev Elzan Elxan oğlu Gəncə şəhər Gürcüstan qəsəbəsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş. Saxlanılan Elzan Əliyev istintaqa ilkin ifadəsində tapancanı çaydan tapdığını bildirib. Odlu silahı üstündə gəzdirməsinə gəlincə isə onun cavabı belə olub. Faktla bağlı Gəncə polisi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.